sən biraz artırmısan, başın dikəlib, ayağın altını görmürsən, bəla gəlir səni cızığı göstərir ki, sən qardaş bu həddi aşırsan, tüğyan edirsən. Və mən bunu dəfələrlə demişəm, Allah bizim başımızdan heç vaxt vurmur bizi alçaltsın. Başqaları vura bilər cızığımızı göstərə ki, alçaltmaq niyyəti ilə Allah belə eləmir. Allah görür ki, biz cızığımızı aşırıq və həddimizi keçirik və bədbəxtçiliyə, bəlaya, necə deyim, əzaba düçar oluruq. O zaman bəla verir ki, bizə cızığımızı göstərsin. İmam Sadiq əleyhissalam görün salamı necə tərif edir, deyir, əgər namaz xuzu və xuşu halında olarsa, namaz həqiqi mənada təvazu halında insan ibadət eləyərsə, o zaman da bəlaya ehtiyac qalmaz. Çünki bəla gələcəkdir, məni təkəbbürü ürəyimlə çıxartsın, namazla mən bunu ürəyimdən çıxartdım. Namazın keyfiyyətinin aşağı olması bir çox bəlaları bizim üzərimizə gətirir. İbadətin fəlsəfəsi ilə bəlanın fəlsəfəsi təxminən eynidir. Odur ki, bizim ixtiyarımıza qoyurlar. Ya namazdan özünü təkəbbürdən azad elə. Eləməyəcəksən, bəla ilə məcbur olacaqsan. Namaz bunun üçündür ki, cızığı keçməyəsən. Deyəsən, mən bəndəyəm. Bəndəliyi başa düşdünsə, bir xeyli bəlalar səndən uzaqdır. Yox, gördün ki, məsələn, 5 manat cibivə gəldi, həddi açdın, biraz oxudun kitab, başqasına yuxarıdan aşağı baxdın. Yəni, bəndəlikdən çıxdınsa, onda səni bəla ilə yeri otuzduracaqlar. Öz yeri sənə göstərəcəklər. İbadət həmin o amannamədir. Namaz həmin o amannamədir.